xatirədir. Qar yağır narın, üzü gülür dağların, o yaşıl yarpaqların solanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz, bir adadır sevgimiz, hər yanı xatirədir. Niyə çıxdıq yola biz, dəli olub bu dəniz, bir adadır sevgimiz, hər yanı xatirədir. Hər ikimiz bilə-bilə, nədən belə qalxdıq zilə, göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Hər ikimiz bilə-bilə, nədən belə qalxdıq zilə, göz yaşımız dönüb selə. İndi günah nə səndədir, nə məndə. Kuzeylərdən ənənərdik, güneylərdən bələnərdik, məhəbbətlə dinlənərdik. İndi günah nə səndədir, nə məndə. Kuzeylərdən ənənərdik, güneylərdən bələnərdik, məhəbbətlə dinlənərdik. İndi günah nə səndədir, nə məndə. Səndədir nə məndə, indi günah nə səndədir, nə məndə. Bir qısa da icazə verin. Mən çox üzr istəyirəm. Bayaqdan aklımda belə bir şey var idi ki, niyə məhz hamı monoton tonlarda oxuyurlar? Çünki birisi necədir, evdə çox üzr istəyirəm, uzanırsan və görürsən ki, mətbəxdə hansısa bir krandan damcı gəlir. Birinci sənə xoş gəlir, çünki ürəyimin ritmini oxuyur. Amma bir neçə saniyədən sonra səni bezdirir. Mən deyirdim ki, fövqəltəbii səslər olacaq bu soluslar 3-də və bunu gözləyirəm. Qardaş o qədər elə bir şou yaratdı ki burada, elə bir ki, bir tədbir aparır. Danışdı, hal qəziyyəni danışdı, öz məsuliyyətindən danışdı, məsuliyyətsizlikdən danışdı və ifası mənə fortepiano daha ləzzət edir. Yəni, bir sənətçinin sənətkarlar təsdiq edirlər ki, həm bəm səsi olmalıdır, həm zil səsi olmalıdır. Əgər eyni şeydə bu bezdirəcək. Yəni, mən bilirəm ki, Zaur müəllim də illərdir, Zaur müəllim mən pəs səslərini eşitmişəm və vokal səsini eşitmişəm. Yəni, bir sənətkarı o püxtələşdirir. Yəni, bəm və zil səsi. Gələcəkdə inşallah seçilsəniz, inşallah tövsiyə edirəm sizə. Yəni, qardaşınız kimi, əziniz kimi. Çalışın, mahnıları eyni şeydə başlayın. Başlayırsınız kupleti, yəni bəndi və nəqarət də o kökdə gedir və insanı yorur. Yəni, belə şeylərə müraciət eləmək lazımdır ki, orada həm bəm olsun, həm zil olsun. Buyurun, sözünüz, fikriniz varsa digər başqa bir mahnı istəyirsinizsə oxusun, ifa etsin. Demək olar ki, bəli, Zəfər, başqa bir digər bir nəsə ifa elə, yəni ortasında zil bir yeri dəyməyə bir yer olsun da, yəni zil yeri olsun. Buyurun. Qış qaralır, kölgə tutur, yavaş-yavaş meşəni. Gözüm yolda, könlüm səsə, gözləyirəm mən səni. Səbrim getdi, harda qaldı, qaş qaraldı, gəlmədi. Bəlkə mənim könlümdəki döyüntünü bilmədi. Döyüntünü bilmədi. Döyüntünü bilmədi. Günlərin ötdü sənin də,
deyirəm ömür gün bitti səninlə. Günlərim ötüşür bir duyğu kimi, dərədən dərəyə axan su kimi. Sevgilim hər cahı bir ahu kimi, sevgilim hər cahı bir ahu kimi. Heç mənim ruhumu oxşarmı söylə, heç mənim ruhumu oxşarmı söylə. Nuranə xanım, bu Əla, çox əla. əla, çox yaxşı. Təşəkkür. Proqramımızın son dəqiqələridir. Musiqi savadım var. Digər mikrofonlar. Zaur müəllim, mən İncəsənət Universitetini bitirmişəm, amma musiqi barədə professional təhsilim yoxdur, yalan deyərəm. Musiqi alətində zadına ifa zad eləmirsən. Yəni özüm üçün, yəni pianino da elə belə özüm üçün Çox professional gözəl, təbrik edirəm. Mən sən çox xalq artistlərindən yaxşı oxuyursan. Onu da deyirəm, məsuliyyətlə deyirəm onu mənim. Bu sözü sizdən Çox gözəl, eşitmək çox gözəl. çox böyük. Gözəl səsin var, gözəl səsin rəngi var. Səsin yaxşı işığı var. Səhnə içində maraqlı insansan. Zamin diksiyası da çox gözəldir. Təşəkkür. Tələffüzü